Son illər valideynlər övladlarını dərsləri yaxşı mənimsəməsi və ali məktəblərə qəbul olunması üçün fərdi hazırlıqlara üstünlük verirlər. Amma bu sahədə qiymətlər hər kəs üçün əlverişli deyil. Fen var idi ki 50 manatdan, fen var idi 120 manatdan, lap axırda 150-dən. Uşağın hazırlığına aylıq təxminən nə qədər xərc çıxır? Hesablamamışam amma çox. Nəvəm gedir hazırlığa. Xərc çıxmağın da oğlum qarşılayır xərcin. Aylıq təxminən 300-400 manat gedir. Ola çıxır hə. Sizcə kurs sərfəlidir yoxsa tək müəllim yanına getmək? Tək müəllimlə. Hazırda hazırlıq dərslərinin qiyməti, fən, müəllimin təcrübəsi və hətta yaşadığı əraziyə görə dəyişir. Bakıda repetitorluq qiymətləri orta hesabla 50-200 manat arasında dəyişir. Ötən nisbətən çox cüzi fərq var, artım var. Təbii bu məlum məsələdir. Yəni hər şeyin bahalaşdığı bir dövrdə bu qiymətlərin də artması normaldır, gözləniləndir. Qrup fərdi dərslərdə də təbii ki, fərqlər var. Qrup dərslərdə nisbətən aşağıdır, fərdi dərslərdə isə təxminən bir qrupun ödənişi abituriyentlərin alınır. Yəni keçən il qiymətlər məsələn 100 manata hazırlıq keçən, məsələn dərs keçən bir müəllim bu il qiymətləri təxminən 120 manat, 110 manat, 120 manat, 130 manat civarında, yəni 20-30 manat civarında artırmışdır. Kurs qiymətlərində də ötən illə müqayisədə nəzərə çarpacaq dərəcədə artım var. Son illərdə fərdi repetitor yanına meyllənmə halları daha kütləviləşib, nəinki hazırlıq mərkəzlərinə getmə. Bir real bazar qiymətinə baxanda fərdi hazırlıq müəllimlərinin də, hazırlıq kurslarının da qiymətlərinə ciddi yüksəlmə var. Və bu ciddi məbləği əhatə edir. Təxminən 200 manatdan 800 manat arasında demək olar ki, qiymətlər dəyişir və hər qiymətdə xidmət göstərən hazırlıq mərkəzləri var. Bölgələrdə isə qiymətlər paytaxtla müqayisədə kifayət qədər münasibdir. Məsələn, Tovuzda hazırlıq qiymətləri minimum 15-20 manatdan başlayır. 25-30 arasıdır məşğənə qiymətləri bu deyil. Keçən ildən bəri heç nə yoxdur. Yəni həmin qiymətdən eyni qiymətdə verilir. Bir fənnə 20 manat dalan var, 15 manat dalan var. Kəndlə şəhərdə qiymətlər fərqlidir. Ona görə ki, kənddə hamı bir-birini tanıyır. 25-30 manat da şəhərdədir. 3 dənə məşğələ gedir. Ərəsi də 40 manatdır bir məşğələm. Əvvəllər 30 manat idi, indi 40 manat olur. İsmayıllıda isə məbləğlər bir qədər fərqlidir. 9-cu sinifdən başlamışam. 3 fənn üzərindən ingilis dili, riyaziyyat, ana dili. Ərəsinə 30 manat aylıq pul ödəyirik. Həm öyrənirik, həm də sərf eləyir. Baha elə olur, ana dili olur, riyaziyyat 40 manata, 50 manata keçənlər olur. Hazırlıqlara mən 5 fəndən gedirəm, birindən 30. Yəni qiymətlər dəyişir, ancaq belə qiymətlərə qaldığımızda sərfəlidir. Yəni ümumilikdə mən hazırlığa 5 fəndən 180 manat pul verirəm. Qiymət dəyişimi xeyr, yoxdur. Biz əsasən həftə sonları, yəni dərsə mane olmamaq şərti ilə hazırlıqları təşkil edirik. Qiymətlərimiz digər şəhər qiymətlərindən fərqli olaraq daha ucuzdur. Bir şagird 30 manat ödəyərək bir ay ərzində bizim hazırlıqlardan istifadə edə bilirlər. Zaqatalada isə hazırlıq qiymətləri digər bölgələrlə müqayisədə yüksəkdir. Uşaq bir uşaqdır, 4 müəllim yanına gedir, 40-50 manat. Əvvəl bir dəfə qoydum kursa, amma kursda gördüm o nəticələr vermir. Çünki uşaq çoxdur, elə adi məktəb kimidir də. Ona görə fərdi repetitorlara qoydum. Qrup şəklində olan qiymətlər, məsələn 40 AZN, 50 AZN, 60 AZN, 70 AZN olaraq dəyişir. Artıq fərdi şəkildə isə müəllim sırf vaxtını, tam olaraq saatını şagirdə ayırdığı üçün ona görə də məbləğ cəhətdən biraz qiymət baxımından artım müşahidə olunur. Kurslarda demək olar ki, repetitorluq fəaliyyətlərinin qiymətlər demək olar ki, eynidir. Müşahidələr onu deməyə əsas verir ki, ötən illə müqayisədə qiymətlərdə ümumilikdə 10-20% artım var. İlhamə Kələyeva, Bəxtiyar Babayev, Xəbər Ertəsi.